Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə yaradılan sosial tərəfdaş layihəsi çərçivəsində həssas əhali qruplarına aid olan şəxslər üçün seçilmiş müəyyən marketlərdə, aptek və klinikalarda xüsusi endirimlər tətbiq olunur. Amma müşahidələr göstərir ki, həssas əhali qruplarına daxil olan şəxslərin bəziləri bundan xəbərsizdir. Kimlər hansı endirimlərdən necə faydalana bilər sualına əməkdaşımız Sənan Bəhrəmlinin hazırladığı süjetdə cavab var. Baxaq. Həssas əhali qruplarının gündəlik xərclərinin azalmasına və onların sosial rifahının yüksəlməsinə dəstək vermək məqsədi ilə ölkəmizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə sosial tərəfdaş layihəsi icra olunur. Müəyyən kateqoriyaya aid olan şəxslər bu layihə çərçivəsində bir sıra yerlərdə endirimlərdən yararlana bilərlər. Ancaq apardığımız sorğudan məlum oldu ki, hələ də bundan xəbərsiz olanlar var. Bilirsiniz ki, siz MyGov tətbiqində sizin barkodunuz var, onu göstərdiyiniz təqdirdə başqa yerlərdə də sizə endirim edə bilərlər. Yox, onu bilmirdim. Bax, bilmirdik, gərək bunları bizə hamısını başa salsınlar ki, eləyək. Bəli, xəbərim var idi. Çünki mənim özüm telefonumda da var. Göstərsiniz, istifadə edirik. Bəli, istifadə edirik. Bilirdim ki, pensiyonlu bir şey verirlər, karta verirlər, onunla göstərəndə. Amma bu birləri bilmirdim. Siz dediyiniz. Heç yararlanmamışsınız? Yox. Bəs sosial tərəfdaş layihəsi tam olaraq kimlərə şamil olunur və bu şəxslərin hansı məkanlarda endirimlərdən yararlanma fürsətləri var? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən sosial tərəfdaş layihəsinin böyük mütəxəssisi Röyal aydınlıq gətirdi. Həmən şəxslər pensiya, müavinət, kompensasiya, ünvanlı dövlət sosial yardım alan şəxslərdir. Ailə başçısını itirməyə görə şəhid ailələri, qazilər, veteranlar hər biri aid olunur. Sosial tərəfdaş layihəsi çərçivəsində marketlərdə, klinikalarda, apteklərdə endirimlər tətbiq olunur. Endirim faizləri tərəfdaşlara görə, məhsullara, xidmətlərə görə fərqlənir. Marketlərdə 2%-dən 5% arasında dəyişir, klinikalarda isə 5% ilə 10% arasında, apteklərdə 2% ilə 10% arasında məhsula görə dəyişir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinin MyGov platformasına inteqrasiyası çərçivəsində sözü gedən xüsusi endirim barkodu da tətbiqə əlavə edilib. Artıq vətəndaşlar sosial tərəfdaş pensiyaçı endirim barkodundan MyGov mobil tətbiqi vasitəsilə yararlana bilərlər. Öncə MyGov tətbiqindən qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra ana səhifədə bir barkod təqdim olunur ki, həmən barkod avtomatik şəkildə özü orada təqdim olunur. Heç bir müdaxiləyə ehtiyac yoxdur, heç bir yerə müraciət eləməyə ehtiyac yoxdur. Vətəndaşlar alış-veriş edən zaman kassada ödənişdən əvvəl kassirə təqdim etməlidir. Artıq təqdim etdikdən sonra endirimlər həyata keçirilir. Həssas əhali qruplarına aid olan şəxslər endirim tətbiq edilən seçilmiş müəssisələrin siyahısı ilə sosial tərəfdaş az saytından da tanış ola bilərlər. Sənan Bəhrəmli, Seymur Səmədov, ATV Xəbər.